Əbu Said Əl-Xudri rəvayət edir ki, bir dəfə Peyğəmbər ona Allahın salavatı və salamı olsun öz xütbəsində demişdir. Allah bir qula dünya həyatı ilə öz yanında olan nemətlər arasında seçim etmək imkanı verdi və o qul Allah yanında olanları seçdi. Əbu Bəkir bu sözləri eşidəndə ağladı. Mən öz-özümə dedim, əgər Allah bir qula dünya həyatı ilə öz yanında olan nemətlər arasında seçim etmək imkanı verib və o qul Allah yanında olanları seçibsə, onda bu şeyxi ağladan nədir? Axırda bəlli oldu ki, bu qul Peyğəmbərin ona Allahın salavatı və salamı olsun özü imiş. Həqiqətən də Əbu Bəkir bizdən çox bilirdi. Peyğəmbər ona Allahın salavatı və salamı olsun dedi. Ey Əbu Bəkir, ağlama. Həqiqətən insanlar arasında dostluqda və malını xərcləməkdə mənə ən sadiq olan Əbu Bəkirdir. Əgər mən ümmətimin arasında özümə ən yaxın dost seçməli olsaydım, mütləq Əbu Bəkri seçərdim. Lakin İslamda qardaşlıq və sevgi bundan da yaxşıdır. Qoy məsciddə Əbu Bəkrin qapısından başqa bütün qapılar qapadılsın. Buxari 446-cı hədis.